Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanın yaxın tarixində ƏMTN işiyə adı ilə tanınan cinayət dosyası illərdir gündəmdədir. Bir vaxtlar dövlətin ən güclü, ən qorxulu strukturu olan Milli Təhlükəsizlik Nazirliyi indi keçmişdə qalmış bir xatirədir. Amma məhkəmə qərarları ilə rütbələri alınmış keçmiş generalları hələ də ölkə gündəmini silkələməkdə davam edir. Bu dəfə xəbərin baş qəhrəmanı Nizami Şirinovdur. O, artıq azadlıqdadır. Mətbuat az Musavat.com-la istinadən xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. 2021-ci ilin aprelində 2 ƏMTN generalının qandallanması ölkədə böyük rezonans doğurmuşdu. Mövlam Şıxəliyev və Nizami Şirinov Eldar Mahmudovun yetişdirdiyi eyni vəzifə məktəbinin keçdiyi şəxslər idi.